Hamza, salam dostlar. Necəsiz? İşləriniz necə gedir? Toyuqları bağa bırakmışam. 3-4 saat olar. Amma qazları 1 saat belə olar bırakmışım. Çünki qazlar əkilən şeyləri yeyir deyə. Birdən yumuşqalar. Onlar ikisi. Adınsız deyin. Əkilən şeyləri yeyir də. Onlar bıraxamıram çox. 1 saat belə olar. 40 dəqiqə 1 saat. Onları bırakmışım ki biraz ot yesinlər. Sonra gedək baxaq. İşçilərimizə baxın. Burada ana nəsə xiyarlar sağmasın nəsəli baxın. Mən də baxım çubuq zad basdırım. O baxım əncizdəyim. Bu kölgəliyən budaqlarını kəstirim gərək. Kəsim daha doğrusu. Bunları qumquma düşüb. Tırtıl. Bütün yarpaqlarını yiyib otarıb. O məndə olan bir dərman səpitmək ilə o əslində bunun üçün idi. Bundan səpmək olar. Baxın dostlar. Ana mənə işçilərimdə kərkləyib nə qəşəng. Alaqlarını da öldürüb. Amma buradakı soğanları da kəsib doğrayıb. Heç nə olmaz. Kökləri qalıb məncə. Kökləri qalıb. Heç nə olmaz. Nə qəşəng olub. Alaqlar olub. Alaq olub da doğrusu. Köklər də artıq yekədir. Bura günəş düşsə bəlkə daha çox olar. İndi deyəmirəm. Buradan kəsilməlilər. Bu budaqdır. Bu budaqdır. Bir də o budaqdır. Daha nə qaldıq işte. Yerin səhv seçmişəm. Gəzilməyən yer idi bura. Buranı seçdim ki günəşə doğru seçməliydim yeri. Onu səhv elədim. Çıxıb elə üstdəki budaqlardan da kəsməliyəm ki, bura günəş gəlib çatsın, oradakı olmur. Bura səhər günəş düşür, heç xiyarlar çatmır günəş. Səhər günəşində, daha doğrusu günorta günəşində bunlar tutur. Xiyarlar nə qədər olur, üstlərini töküb bütün torpağı. Xiyarlar bapbalca olub qalıblar. Pomidor gül açmışdı, birazdan yəqin olmağa başlayır. Burada da 3 tane tüm oldu, simçik oldu. Bakın dostlar, artıq meyveye başlıyor. Ana pomidorlar artıq meyvə də tutmağa başlayıb. Meyvə dedim, salat deyək, nə deyək. Məhsul verməyə başlayıb, belə deyək. Gedək bu tərəfdə ayda toyuqlar yeməmişdir inşallah. Şükür yeməyib. Burada alaq lazım deyə. Baxın, kəvərlər də çıxıb. Baxın, bunlar kəvərdir. Biraz sarımsaq, soğan qarışıqdır. Burada soğanlar da xırda. Həmişə yaşıl qalan soğanlar. Burada da var bir şey yesin. Soğan. Yoxsa yox idi burada. Uzun olub belə. Burada soğan var idi görəsən. İndi bu videoda ördəkləri də göstərmək istəyirəm. Baxın. Vəziyyətə onları da göstərəcəm. Şimdi buralar biraz alaq olmalıdır. Kəvərlər böyle yıxılıb qalıb, otlar üstünə basılıb deyə. Bu sarmaşıqlar burayı. Baxın burada kah idi, kəvər idi. Kahı. Kahılar baxın burada. Kıvırcıq kahı. Düz kahılardır. Bunlar çoxsu tək-tük çıxıb kıvırcıq. Bunlardan çox da başım çıxmayacaq. Kıvırcıq, düz. Ne olar vereceğim, toyuqlara vereceğim. Bakın burada köhnələrindən qalan kökü qalmışdı, özü çıxdı sonra. Bilmem bu da qalxdı mı yoxsa nədirsə. Sonra burada var idi, yox, o da köklər də quruyub. Sormaşıqdı, üstünə açmışam ki qalxsın yuxarı. Hadi burada qəşəng güllər var idi, neydi adı? Ramaşkalar. Ot biçenle biçip koydular. Bu sarımsak kalmadı ya burada hiçbir tane de. Sarımsak ekmiştim gül kimi.
İndi görsən vaxtıdır sarımsaq ekməyin. Sarımsaq hərmiş. Cücələn sarımsaq da yoxdur ki, deyim gətirib əkim. Bu alaq olmalı deyince birdən alın belə. Abi şüt buradan nətə gəlib çıxıb. Kanlardan əsəb oluram mən. Şu kanlar nətə kəsim indi. O da mənimlə cırrıyım. Elime battı. Neyse kalsın o. Bütün sarmaşıq, ot, bası bey. Bu aralarda evdə olmuruq ki, lassadı. Baş qarışıqdır. Toyuqlara belə o kadar vaxt ayıramıram ki, toyuqlara baxım. Sarımsaq eklən vaxtı olsa belki getirib sarımsaq ekerim. Bilmem deyin eklən vaxtıdır mı değil mi? Cüyərməsə də getirib ekerim, özü burada bitəcəkdi. Hər vaxtıdırsa. Cəmaat sarımsaq hasat eləyir. Mən indi ekmək istəyirəm. Yəni məhsulunu alır sarımsağı. Yerdən çıxartır, belə deyim. Baxın burada bir kah varmış deyəsən. Deyəməm. Kahı da olabilir o. İşte kalmıyor burada. Hamısı toyuqların elindən. Üstüme tarafa otak ödeyeyim. Belki bu bazar gazları, hündüşkaları sattım. Yine gideceğim. Belki bu pazar araydı ora. Ne zaman çıktım? Kutat pazarına gideceğim. Kazlar ve hündüşkaları satacağım. Ola bilsin belki ördeklerden 2 erkeği atana bir bala satacağım. Bir bala erkeği saklayacağım. Bakın erkeğiyle bakın hündüşkayı yumurtlamayan hündüşkada. Adamdan bir o kadar da kaçmır. Bu yumurtaların üç bunu satacağım. Bu adama hiç yakın gelmiş. Tutmak da olmur bunu. Ona hoşum gelmiyor bir o kadar. Bir erkeğine onu satacağım. Bir de gazların hamısını satacağım. Dördünü de yani. Ördelerden de bir ata bir bala satacağım. O bir balanı göstereyim. Bakın atanın yanı bir onu. Qabağdakini yok. O qabağdakini saklayacağım özüm için. Bakın en qabağdaki erkeği atadır. Sonra o atanın biraz dalındaki bu küncdeki onu da satacağım. Bunları dən vermişəm, bayaqlar çox vermişəm dən. Verən deyiləm indi. Çox yiyiblər, bəslərdir. Ay, yeni işığı yanıq qalıb yaxdım. Səhərdən. Buralar neyiniblər bu toyuqca. Yumurtaya baxaq, bir yana burada. Bakın çillenin yumurtası, çilli toyuğun. Onun yumurtasına oxşur. Burada yoktu. Bakın bura. Burada da yoktu. Bir tane fal yumurta koymuştum. Dünən o xala belə. Bugün de bir tane aldım diyorsan. Ne oldu bunlar strese girdi. Niye girdi o da bilmiyorum. Dünenler bir tane, bugünler bir tane. Ne oldu bunlar işi? Göstereyim üstlerde yumurta alıyorlar bunlar. Yok dünenler 2 tane almıştım. Biri sınmıştı. Bugüne bir tane düştü. Yok sıra günüydü. Ne bak. Dünen değilsin bir tane aldım. Ne bileyim almışım sana almışım. Bir tane 2 tane bir büyük bir fark var. 5 tane 10 tane. Bayaqlar əlimin üstünə. Əlimiş qarçıq düşdü. Qaynar. Bir vaxtdan da ağrıyır əlim. Ayağı tutulan xoruz soyuqlara yaxınlıq edir. Ballı xoruz qoymur.
Hansı toyuq idi? Əmim gilin olan toyuq. Əmim gilin demirəm daha. Çünki mənimdir. Baxın bu qanadları olmayan toyuq. Bunları da açın bari biraz otlasınlar. Sonra salıb buraya yenidən ördəkləri göstərirəm sizə. Pişiyi bir gündən görməmişim oraya gedibsə pişik bilmirəm. Axşam görənəm dünən axşam. Ay oturum biraz. Qazları satıb yerinə qaz almaq istəmirəm. Gözümdən dostlar. Satıb yerinə qaz almaq istəmirəm. Çünki satdım deyim yəni satdım. Ailəm qoyan deyil almağa yerinə. Onlar əvvəlcədən məcbur edirdi. Sonra indi özüm satmağa qərarına gəldim. Satdım amma ki yerinə ala bilən deyiləm. İstəsəm bilə qoyan deyillərdi yəni. Sonra indi bilmirəm. Satacağımsa da bilmirəm bu həftə. Bu həftə çətin. Nəmə bəlkə də olar. Atamla danışım biraz. Hinduşkalara aparmaq istəyirəm. Hinduşkalara qararsız qalmışam. İndi istəyirəm hinduşkaları satıb yerinə belə fərə hinduşka alım. Fərə necə deyim? Çolpa hinduşka alım belə. 2 aylıq belə bir şey. Amma qiymətlərdən heç bir xəbərim yoxdur. Neçəyə satılır? Dostlar bir də yenisi dayandırım. Qabağından adam keçir, onun üçün saxlayıram. Nə dedim mən? Nə danışırdım mən? Atımla danışırım baxım. Gedib alım. Gedib satım onları. Sonra baxıb çolpa almaq istəyirəm. Əslində bugünə bəlkə alacaqdım, amma olmadı neysə. Bugün gedəsə olmadıq. İndi bugün deyib bu bazar istəyirəm ki biz Quba rayonunda qalırıq. Kəndində yəni. Qubaya getməli idim almaq üçün çolpa. Amma indi Qusar neydi? Adı neydi? Xudata getmək istəyirəm. Xudatda çox olur çeşid, həm də baxıb tapsam buraxma alacağım. Bəlkə elə çəkərəm sənə neydi? Bəlkə çəkərəm sizə videomda. Bəlkə getsək çəkmək istəyirəm qiymətlərlə belə əlaqədar. İndi orada qiymətlər mənim neçə etsə. Belə çolpalar deyəsən 3 manata belə olmalıdır. Belə yekə çolpalar var. Bu kişilər balacadır. Yekələrini deyirəm. Bunlar 3 manata belə olar yəqin ki. Boyları deyirəm. Yaşları bunlar çoxdur. 3 ay yarım belə olar bunların yaşı. Orada yenə cütləşmə getdi. Amma yenə ballı xoruz qoymadı. Gəl canavar gəl. Birazdan keçəcək ördəklərin yanına. Sabah sulaşdı eləyəcək. Su savaşı məktəbdə. Sinif üzrə. Butulka tapın baxım. Yox bu 2 litr böyük olacaq. 1 litr aparmaq istəyirəm ki də. Balaca olanda da çatmır su. Dəqiqədən bir qaç. Nənəm məktəbdə işləyir. Qaç. Nənənin yanına su. Aç qırantı salım. Dəqiqədən bir olmur. Hani butulka. Butulka. Burada butulka var görürsən. Yoxsa evdə də butulkalar. Evdə nə olsun, buradalar da olsun. İndi hər şey tapılacaq, bir dənə butulka tapılan deyil. Bəlkə bunu aparım. Onu bəzən elə əsəb olmuşum, elə qısa salmaq istəyirəm. Bayaq uçda elədir. Toyuqlar əlindən bir şey qoymaq olmurdu bu xarabayı. Nə itim sazı burada. Kül üstünə tökübləri. Küllü gitti. Düz yanı değil. Bu kül doların eşindiği yere sökmek istedim. Kül oldu.
Neyse kalsın, karışsın bile geçsin. Kül zarar olar birden, bilmem ne. Ne diye. Yerden her şey töküldü içine. Toyuqlar var, toyuqlar var. Adam cırnatar ya. Dərmanından dərman da gəlmədi. Bu dərman nə hardan gəlirdi? Bit dərman ne? Birini al. İkisini yox. Balacasını al, böyük limonundur. Balacasını al, gətir baxacağım. Yumurtalar deyirəm. Bir toyuğun kürt oturan kimidir. Amma belə kürt səsi şart, amma ki oturan görməmişəm. Bilməm da bayquşun nə fikri varsa. Gətir baxım. Gətir baxım. Bunlar belə bəsdir, belə torpağı qıram. Bu bugünün yumurtasıdır. Burada da yarım çığır, bunlar üstüne töküyorum. Gül çilinglər var, onları əkmək istəyirəm. Belə nə güllər idi o? Belə qırmızı tikanlı güldür. 5 dənə bəsləyər. 10 dənə çiling var idi. Çoxsu belə saralıb, qoruyub getdi. Əyilib deyəm, adam kürəyim ağrı deyəm. Çoxsu qoruyub gedib, indi 5 dənə ya var ya yox. Bəsləyəcək ora. Bunlar nə acı gözdür, əsəb oluram bunlar üstümə gələndə. Elə bir bugün heç yem verməmişəm bunlara ye. Başqası görsə deyəcək bunları acından öldürürsən. Hamısı yığılıb gələcək. Baxın, ortada olan üçqəyə, qıraqda olanları ikisini. Bir erkeği, bir dişi. Ortada olanı satan deyiləm. Bu toyuqlar niye kəsildi görürsən yumurtadan ne? Bir dəfə 6 yumurta aldım, sonra dayandırdılar üretimi. O Türkən toyuğu da neçə gündür yumurta almır heç. Yumurtası belə ağ rəngdə olur, heç yumurta almıram. Sonra limondan sırayı gün aldım deyəsən. Bu günləri çilli toyuq eləyib yəqin. Başlayarlar məncə. Bayır zadı da bıraxıram. Niye kəsiliblərsə bunlar? İçəridə saxlayıram, yumurta başlayırlar. Bayıra bıraxıram, yumurtadan kəsilirlər. Bunlar içəri salıb saxlayayım. Ay cücələr, mahrək bıraxıb gəldim ha. Nə rahat oturmuşam, cücələri qarğa aparar ki. Oradadır bunlar. Ördəklər var, nə qəşəng keçir. Dəstə gidirlər. İndi tapsam burada yekə ördəklər. Pompon, yəni kəkilli ördəklər baxıb alaram. Gitsəm də yəni. Siz mənə gitsəm yəni fikirləşin. Ayda ama ördəklərin altını təmizləməmişəm ki, bugün nə yadımdan çıxıb. Hər sər. Bak işte, geçimçiyə baxsın. Toyuğu da çağırır, utanmaz. Yaxla bu toyuqlar ağacdan düşdü. Gilasları da danablar indi də. Gilas belə gətirmişdi. Bunlar da yeyirlər. Yiyiblə görəsən cəhənnəmisini. Belə sallana gətirmişdi ağaclarda. Bu son illər canları çıxır ağacların meyvə gətirməyə.
Gedib baxaq vişnələrə. Nədir vəziyyət? Baxaq yetişibsə onlar. Gec yetişən sorta şuraya qısarıblar. Mən heç baxa belə çox girmirəm. Video çəkəndən çəkənə. Yağışan qızarıblar. Qırmızı olublar. Mən axırıca görəndə xıp-xırda yamyaşıl idi. Bal kimi olublar ki var. Qazaq halal edeyim. Baxın, bax. Çox da böyük olmayıb. Əsas od gətirib. Mən gələndə belə idi. İndi belədir, qırmızı. Bu nə ağacı idi, quruyub belə. Yəni bu da vişne olub. Orada nektarinlər var. Maşallah. Başdan getirib. Bir şeyler xoşum gəlib, turş məzə. Bir də dandım deyəmir ağzım. Hələ bura baxarsınız. Yedirə məni. Coşmayın. Üzüldü sayın dostlar. Video yadımdan çıxırır da. Böyle yox, bərkdilər. Çox böyüyüblər. Maşallah. Dedim yağın yetişirlər. Çox qəşəng gətirib, pis deyil meyvəsi. Nə o da çıxarsam bilmirəm. Al. Hə. Qazdan niyə çıxartmısan deyir. Buraxmablar deyir. Baxın almalar da. Mən bura nə vaxtımı girmirəm. Mən girəndə bunlar heç yox idi alma. Alçılara baxaq, qalıb alçı üstündə, yəni qalıb biraz yuxarı tərəflərdə. Bunlardan, ay, çuxur neydi? Çuxura düşdüm. Yaxşı ayağım burxulmadı. Bunlardan turşu istəyirəm. Turşusu gəlib, kütür. Turşu, baxın. Evdəkilərini deyim eləsin, ya üzüm eləyim. Baxın, qəşəng. Böyle xırt qəşəng olur. Ləzzətli olur. Bunlardan nə vəziyyətdir? Bu da qəşəng böyüyüblər. Ən yaxşı gətirən ağacı bu deyim, maşallah. Ən çox götürüb bu ağacda. Ən çox gətirən. Bunlar nə vaxt yetişəcək görürsən. Heç vaxtdan da bilmirəm. Ay, nə vaxt yetişirlərsə. Bu son illər bu nektarinlər nəsə yayılıb getdiyi kəndə hamısı nektarin əkilməyə başlayıb. Bizdən başqa biz belə yemək əkmişik. Diğerləri ticarət üçün əkiblər. Bunu bu küncün nəsə bilmirəm qazmışdım, dağıtmışdı. Onu tezdən torpaqladım. Ay, yıxılmışdım. Torpaqladım, düzəltdim. Sümbüllər olub görən. Arpa deyir burada. Arpa nə vaxt atmışam mən bura arpa. Ya mən çıxdı. Necə deməyim? Hə, ya qarışqalar gətirmə bura yuvalarına. Qalıb burada. Bitibmi? Ya bura arpalı saman nəsə gətirmişikmi? Oradan düşübmü? Bitib. Ben işine gideceğim. Biraz ağzımda kaldı. Diyana bilmirəm. Adam bunları görəndə diyana bilər. Üçlü deyir.
Bunun boyuna bax sən. Oy, bu ne turşuydu ha. Ben işten bu kadar ne vaxt sevmeye başladım. Ne tatlı meyvedir vişne. İldə 5-6 dənə güclə yerdim. Bu bütün meyvelere sevgim artır. Ben biraz da yansım ağaç tutaracaq. Gedək ördəkləri göstərmişsən. Bu gətirib görəsən. Oxşamır heç gətirənə. Bu burada quraqlığa düşüb. Payıza qalsa çıxartıb aşağılara tərəf ya boş bir yerə əkək gərək. Dəlixana deyib qonşu gülü. Oradan baş ağrır səsdən. Hələ Hinduşkanın duruşuna baxsın. Biraz arkadan paltarlar düşür. Üzürlü sayın. Bunu mən nətər qeyib satım. Bunu mən nətər qeyib satım. Deyə görüm qızım. Sən satım. Hə? Sən satım. Belə deyən. Quyruğun üstündə durmuşum. Mən deyirəm bu niyə gitmir də. Sən necə satım mən qızım? Ben de qəşəng oturdu yerə. Benden duymuş olmayın ama Hinduşkaları aldığım yer ve erkek Hinduşkanın dişini değiştirdiğim yer var ya. Olan iki mən veren Hinduşkadan dişi çıktı ve balaları çıkıp bugünleri. Maşallah maşallah. İnşallah bu videonu istemirlerdir. Ha. Ne oldu bayağı kız? Değinirsin. Benim peşine bak şey. Burası üstü. Şşt. Şşt. Korktum ha. Ne ses değil? Karga kimi görürsən bunlara? Yox, sakitçiliydi. Xoruzlar bir-birini qırırlar. İşte kimi alıp şeylerler daha getirmirlər. Bu əkilən erkilidir. Gülcada kimi. Əməlli. Buna baxsan, çiçəklər yiyir. Oğru. Çiçəklər ikinci dəfə meyvə gətirmək üçün gül açırlar. Bunlarda hiç yoktu öyle bir şey. Yani bunlar yaz üçün olanlardı. Bu part ve orada adam vardı göstermirəm. Bunların ötəfdə part çeleği var. Onlar da gül açıblar. Onlarda bu meyve 6-7 tane gücünü gördüm.
İndi yenidən gül açıblar. Yəqin gətirərlər bu dəfə çox. Bunlar ikinci dəfə tezdən gül açıb. Baxın yenidən meyvə gətirməyə, gül açmağa başlayıblar. Buranı da indi biraz təmizləyib şey eləmək istəyirəm. Su doldurub bal ördəklər var. Birazdan 10 gün dolurlardı. Bir həftə 10 gün belə. İndi 5-6 gün yolladılar da. Neçə gün içə bilmirəm. Baxım gərək. Belə deyirəm baxım, sonra yadımdan çıxır. Nə deyəcəkdim ya? Videodayım, danışma. Mən evə gedirəm ördək ballarını göstərməyə. Sən bir dənə cücələrə bax da qarğa aparmasın. Danışma deyirəm, elə deyir. 5 dəqiqə çəkib gələm. Dostlar gəldim bunların yanına. Qışqır oldu, qaçırayım. Cücə. Bugünlər dəyişmə yadımdan çıxıb bunların altın. Bunları mənlə qoyum qabaqlarına. Su çatsın. Yekə su qabını qoyum desəm. Girib çiməcəklər, bütün karıbqa yeş olacaq, altlar yeş olacaq, özləri islanacaq. Öləcəklər. Cücə də əziyyət çəkəcək. Balaca qabına su çatmır. Nə qayırmayıblar ama. Gerek bu qabın bir tık böyüyün. Bu qazayı bir mənə görür. Mən gələn kimi başlayır o ipi yeməyə. Ördəkləri də keçirib daha. Ördəklər də başlayıb xəstəliyin keçirib ördəklərə də. İfriti. Erkek misin, kız mısın? Erkek Fatma mısın, kız Fatma mısın? Sen hep düş de. Qarğa zat deyilə bir. Burada belə su tökürəm. Su qutar ki. Boşunu soxurum. Belə tökürəm, belə çox tökürəm. Su tökürəm sonra. Belə yemdən tökürəm üstünə. Ördəklə belə fıçıldata yeyirlər. Sonra belə su hopur yemin canına. Sonra cücə də oradan yiyir. Cücənin qarnı doldu. Görürsən bunların işə günlüklər, ördəklər. Bunlara 2 dəfə olublar. Yox, bir dəfə olub. Özüm buraxmışam belə çimiblər, heç nə olmayıb. Ne ishal ne bir şey. Ama gün birini gördüm telefonda deyir. Ördək balaları əslində çıxan günü suya buraxılmalıdır. Belə isti su, ilıq suya. Deyir. Görmürsüz o Kitaylar deyir. Balalar çıxan kimi atırlar gölə ki orada mayalansınlar. İndi mən onu risk eləyə bilmirəm, qorxuram. Ən az 10 gün saxlayıram, bir həftə saxlayıram ki, göbəkləri qurusun. Göbəklərin soyuğu bir problem olmasın. 10 gündən sonra başlayıram bunları buraxmağa bayra, daha doğrusu suya. Bunlar da bir 5 gün, 4 gün olarlar. Yəni 3-4 gündən sonra tətilə çıxırıq. Həm gilaslar da az qalıb qutarmalar. 2 həftəyə maksimum. 2 həftəyə qutararıq gilası da. 2 həftə dediyim yəni ki, necə gözləmə vaxtı. Yəni ki, bir gilas növünü yığdıq, onu digər gilas növünü gözləmək üçün biraz vaxt lazım olur. Onun üçün biraz uzun çəkəcək. Məsələn, aralarında bir həftə məsələn gözləyəcək. İndi 3-4 günə, belki də 5 günə ağ rəngdə olan gilasları yığmağa və bir də al yanaq, bir tərəfə qırmızı, bir tərəfə ağ belə bir gilasdır. Onu yığmağa başlayacaq. O bir də ki Moldovka qırmızı gilasdır. Moldovka adlı gilas, onu yığmağa başlayacaq. Ördək balacası tullanır bu tərəfə qaçır. Gördü, sönmədim. Bu qazın qabağını gətirib orada ot tökəcəm. Yeməkdən baş ağrıyacaq.
Sen görərsən. O ot getireceğim senin için. Bir tane ot saxlamır burada. Gətirib ovuc ot tökürəm. Bir tane ot saxlamır. Cücə də onunla böyüyüb axı əvvəldən. Cücə də öyrəşib qaz ot yeyir. Necə ördəklər orada ot yemirik. Ayıp olsun, kamera qabağında elədin o işi də. Kafana sıçayım. Ayıp olsun, ayıp. Görmürsən, burada cemaat sənə baxır. Burada gədə çıxdı. Horoz çıxdı. Bir də toyuq çıxmadı ki. Yumurtlasın. Mənə bax, düz bax. Başını qaldır yuxarı. Düş. Ördəklərə ki, bax, qışqırıq aşağı, atlanan, tullana. Keyifliyirlər. Baxın, bunlara ishal olan var mı? Belə yoxdur. Ehtimal baxımdır. Yoxdur hiçbirində. Əllərim sulandı. Başlarım vurdular əlimə. Ağızlarında da olsun. Dimdiyin. Qaza baxın, qazın həmişə tötü poxlu olur. Yox, nə ecəbsə. Bir altıdakı yer bugün də değişməmiş və yadımdan çıxıb da yasandı ayağın altı ıslanır. Olan şeydir. Bunları belə suya da bırakımdı. Bu elim suyuqan yerində ağrıyır. Bir dəyəndə arası. Bunları çıxartıram belə bayrağa. Arada cücənin üstü şiriş olan arada onu da salıram suyun içine. İstihbadı tabii ki. Biraz şotkanın üstünü belə təmizləyirəm, yuyuram, yem eşitləyirəm. O da öyrəşib ördəklərlə gezməkdən. Ördək kimidir. Birazdan görəcəyik. Ördəklər vannada, çəməndə burada girib çimir. Nə dedim? Üstünü belə şotkalayıram, təmizləyirəm, belə qəşəng tərtəmiz olur. 2-3 gündən sonra yenə indizibil olur. Maşallah ördəklərdən bir kayıp vermədik. Maşallahınızı əksik eləməyin. Təbii ki, yaxşı baxlandır, niyə ölsün ki bir heyvan? Yeri isti oldu, təmiz oldu. İndi mənə baxmayın, bugün yadımdan çıxıb. Təmiz oldu, yemi suyu qabağında oldu. Sonra vaxtında yadımdan çıxdı. Suya buraxıldı, biraz su içsin, belə suda çimsin də doğrusu. Vacib deyil o da. Neyse, bunlar oldu. Ot yedi. Niyə ölsün ki bir heyvan? Yaşına uyğun yemler verildikten sonra gaz yemeği yer. Niye ölməlidir ki bir heyvan? Cücə də başladı artıq su hopandan sonra yeməyə. Sulu kimi olanda belə tam yem kuru yaş olmur da. Quru ördəklər belə fıt diye ağızlarına yeyirlər. Onun üçün elə eləyirəm. Su az oldu biraz. Olmadı elə. Ördəklər elə sevir sulu yeməyi. Onlara görə elə eləyirəm. Sonra quruyandan sonra cücə də yeyir. Qaz o elə deyil. Qaz da cücənə yeni. Quruyandan sonra yeyir. Baxın, qaz indi quruyub da yeyir. Belə palça kimi olub yeyir. Bir günə baxın, nə it gününə qalır bir yerləri. Bir günə yox, daha bir gün gəlmə belə. Dünənləri təmizləmişəm belə Dünən gün orta belə. İnsanı gəlir məktəbdən. Məktəbə gitməkdə axat yox deyə. Gündəliyə görə gedirəm ki, gündəliyi hesabı birdən yığarlar. Kitablar da bugünlər yığıldı da. Niyə gediriksə məktəbə? Bu 3-4 gün. Nə qayıracaqsa. Daha doğrusu 2-3 gün. 5-ci gün yəqin ki son zəngdir. Sonra da tətil qutardı. Bir də 3 aydan sonra.
Ördekləri kim idi? Kimse soruşurdu. Abunəçilərimdən biri, ona göre çektim. Canlıda soruşmuşdu. Dünənki canlıda. Onun için çəkirəm. Ördeğe bakın ne qəşəng görünür. Böyle bir şekilde alın. Hansı qəşəng düşsə 20'ye yaxın şəkil çəkdim. Hansı qəşəng çıxdı bunlar baxın. Tüklərin belə qaşıyıb parıldatırlar mı, yağ sürdürürlər mi? Baxın yağ aldı. Yağ aldı, indi sürtəcək burasına. Baxın. Gördünüz, bunu deyirəm. Yağı alır quyruğunun üstündən başlayır diğer dediğim yani tüklərin üstünə vurmağa. Həmçinin toyuqdur, qazdır, yunduşqadır hamısında eynidir. Tüklərin parıldamasının səbəbi və suda anında yaş olmamasının səbəbi budur. Yağlı olmasının səbəb. Qaz elə baxır adama. Artıq qazın şirinliyi itib yavaş yavaş. Ördəklərdən erkek. Bir dənə bu kimi gəlir mənə. Çünki ən böyük odur. Hə, ən böyüyü bu köşdəkidir. Bu. Hara getdi? Hə, bu. Buydu, yoxsa buydu axı. İki dənəsi böyükdür, qalan üçü kiçik. Bu böyükdür. Diğerler çok büyük değil. Bu ortadaki bu büyüdü. O en küçüğüydü. O dişiydi %100. Bu da küçüğüydü. O da dişiydi yakın ki. Sonra bu da küçüğüydü. Bu da dişiydi yakın. 2 erkek yakın. 3 dişi var. İnşallah öyle bir şey olar. İnşallah hamısını sağ saxlasam. Ağlardan bir erkek. Dişlərin hamısı qalacaq. Özümkilərdən də ki o şey var. Yaşılbaş olan yok, diğer bala boz renkli olan anasına oxşayan. Onu saxlayacağım ki onun hem keçdə hem rengi gözəldir, hem de ki anasından xatirə qalıb onu değişəmirəm, onu sata bilmərəm. Anası neyse, oraya getməyək. Ondan xatirə qalıb bu mənə. Eyni anası, eyni kopya. Anasının erkeği Fatma aldı. Erkeği Fatma ne dedi dilime düştü. Erkeği aldı. Bu qaza baxsan. Onlar da öğretti. İndi yapışıblar oradan. Bu ifrite var, bu ifrite. Erkeği dişidir bilmirəm. Gözlə bir də videodan sonra sən üçün orada ot gətirəcəm ki, orada ot gətirəcəm ki, boğulub olacaqsan ot içində. Sən gözlə. Məncə əsəblə deyə. İmeyin nura tökəcəm otu. Ben o ipini kesip almıram. Belli de zart qazdı da. Sağ olun dostlar. Zartkaya göre sağlaşmıram. Video uzun olub. Görüşərik. Özünüzə yaxşı baxın. Gələn videoda görüşməyim dilə. Özünüzə yaxşı baxın. Görüşərik. Uzatdım. Neyse. Sağ olun.